Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, hörmətli Mərkəzi İcra Hakimiyyəti orqanı rəhbərləri və iclas iştirakçıları. 2024-cü ilin dövlət büdcəsi Cənab Prezident tərəfindən təsdiq edilmiş 2022-26-cı illəri əhatə edən ölkə strategiyasının ardıcıl olaraq 3-cü ilinin icrası, o cümlədən işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidən qurma işlərinin aparılması üçün büdcədən vəsaitlərin ayrılması, həmin strategiyanın tələblərinə uyğun olaraq ölkədə dövlət maliyyəsinin idarə edilməsinin sahəsində aparılan islahatların ikinci mərhələsinin davam etməsi kimi tədbirlərin icrası ilə müşahidə olunmuşdur. Hesabat ilində orta illik inflyasiya son 10 ildə ən aşağı səviyyədə olmuş, qeyri-neft sektoru üzrə real artım tempi 6,1% təşkil etmiş. Neftin qiymətinin büdcədə nəzərdə tutulandan daha çox olması səbəbindən büdcə göstəricilərinin yaxşılaşması, həmçinin strateji valyuta ehtiyatlarının həcminin bir qədər artması da müşahidə edilmişdir. Hörmətli millət vəkilləri, ilk olaraq 2024-cü ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi barədə. Məlum olduğu kimi, Hesablama Palatasının rəyinin əsas predmetlərindən biri də qanun layihəsində əks etdirilmiş göstəricilərin təsdiqidir. Bu nəzərə alınmaqla öncə qanun layihəsinin 1-ci və 2-ci maddələrində əks etdirilmiş gəlirlərin ümumi məbləğinin, o cümlədən mədaxil mənbələri üzrə məbləğlərin təsdiqlənməsi barədə mövqeyimizi ifadə etmək istərdim. Dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlara əsasən 2024-cü ildə 36 milyard manat məbləğində daxil olmalar tərəfimizdən təhlillə əhatə edilmişdir ki, bu da dövlət büdcəsinin ümumi gəlirlərinin 96,8%-nə bərabər olmuşdur. Adəti qurumlardan alınmış hesabatdakı göstəricilərin 2024-cü ilin dövlət büdcəsinin icrasına dair illik hesabatda əks etdirilmiş göstəricilər əsasən uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. Bununla yanaşı aparılan analitik prosedurlarla təhlillərimiz dövlət əmlakının idarə etməyə verilməsindən daxil olmaların digər büdcə parametrində uçota alınması, büdcə təşkilatlarının depozit və tapşırıqlar üzrə qalıqlarının bir hissəsinin sərbəst qalıq vəsaitlərinə aid edilməməsi, büdcədən kənar daxil olmaların qalıqlarının büdcə gəlirlərinə ikinci dəfə tanınması, qanunvericidə nəzərdə tutulmayan dövlət rüsumunun büdcəyə daxil olması hallarının dövlət büdcəsinin gəlir parametrinə təsir etdiyini göstərir. Bu halların ümumi ifadəsi 20 milyon ətrafındadır və bu əvvəlki ildə müəyyən etmiş məbləğdən əhəmiyyətli dərəcədə azdır. İndi isə qanun layihəsinin 1-ci və 2-ci maddəsində əks etdirilmiş xərclərin ümumi məbləğinin, o cümlədən xərc istiqamətləri üzrə məbləğlərin təsdiqlənməsi barədə mövqeyimizi ifadə etmək istəyirəm. Son illərdə olduğu kimi 2024-cü ilin dövlət büdcəsinin icrasına dair rəydə Hesablama Palatası tərəfindən dövlət büdcə xərclərinin icraçısı olan qurumların təqdim etdiyi hesabatların təhlilinin nəticələrindən istifadə edilmişdir. 173 qurum üzrə 32,1 milyard manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilmişdir ki, bu da icra edilmiş dövlət büdcə xərclərinin 85,2%-ni təşkil edir. Müqayisə nəticəsində əhəmiyyətli sayılacaq məsələlər müəyyən edilməmişdir. Bununla yanaşı xərclərlə bağlı iki məqamı vurğulamaq istərdim. Xərclərin ümumi məbləğ daxilində qanun layihəsində funksional təsnifatın bəzi bölmə və köməkçi bölmələri üzrə icra edilmiş 250 milyon manat və xarici kreditlər üzrə istifadə edilməmiş 70 milyon manatdan çox qalıq vəsaitlərin büdcə xərclərinin daxil edilməsi hüquqi haqların meyarlarına tam uyğun gəlmir. Təhlil uyğunsuzluq məbləğinin əvvəlki illə müəyyən etmiş məbləğlərdən əhəmiyyətli dərəcədə az olduğunu deməyə əsas vermişdir. Beləliklə, qanun layihəsinin büdcə sistemi haqqında qanunun 20.6-cı maddəsi ilə müəyyən edilmiş tələblərə əsasən uyğun olduğunu bildirmək istərdim. Hörmətli millət vəkilləri, illik hesabata gəldikdə isə bildirim ki, müvafiq sənəd müəyyən olunmuş müddətlərdə təqdim olunmuş, tələb olunan məlumat və göstəricilər illik hesabata əsasən daxil edilmişdir. Eyni zamanda bildirməliyəm ki, aparılan təhlillər büdcə sənədləşməsində məlumatlığın nisbətən artırıldığını, izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində addımların atıldığını göstərmişdir. Eyni zamanda hesab edirik ki, layihə ilə bağlı layihə dövründə təqdim olunmuş məlumatların icra hesabatlığına analoji olaraq daxil edilməsi
müqayisəliyin və qiymətləndirmələrin aparılmasına müsbət təsir göstərə bilər. Məsələn, layihə ilə birlikdə təqdim edilən büdcə vergi siyasətinin, xalis maliyyə aktivlərinin, fiskal risklərə dair məlumatların və sair göstəricilərin icrası üzrə məlumatların hazırda müzakirə edilən illik hesabata daxil edilməsini məqsədə müvafiq hesab edirik. Eyni zamanda layihədə makro göstəricilər üzrə müxtəlif senarilər verilir. İcra sənədləşmələrində isə həmin senarilə əlaqələndirmənin aparılması və kənarlaşmalara şərh verilməsi layihə və icra sənədləşməsinin bu mənada müqayisəsinə imkan verə bilər. Hörmətli millət vəkilləri, dövlət büdcəsinin icrası ilə bağlı bəzi məlumatları və təhlillərimizin nəticələrini, eyni zamanda tövsiyələrimizi diqqətinizə çatdırmaq istərdim. 2024-cü ildə makro göstəricilər əsasən optimist ssenarisi üzərindən icra edilmişdir. Zəfdə göstərilmişdir ki, neftin hər 10 dollar çox olması icmal büdcə gəlirlərin 2,1 milyard manat, o cümlədən dövlət büdcəsinin 400 milyon manat təsir edir. İlkin büdcə zərfi ilə müqayisədə neftin qiymətinin 22 ABŞ dollar çox olması şəraitində dövlət büdcəsi neft gəlirlərinin təxminən 800 milyon çox olmuş, icmal büdcənin neft gəlirləri isə 6,8 milyard çox olmuşdur. Lakin nəzərə almaq lazım ki, neft hasilatı 0,4 milyon ton azalmış, qaz hasilatı isə 1,4 milyon kub artmışdır. Eyni zamanda dövlət neft fondunun vəsaitlərin idarə edilməsi ilə bağlı daxil olmaları proqnozdan 2,6 milyard manat çox olmuşdur. Təqdim olmuş məlumata əsasən Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi strategiyasının 2024-cü ildə maliyyə təminatı üçün 6,4 milyard manat icra edilmişdir. İcra olmuş vəsaitin əhəmiyyətli hissəsinin əsaslı xərcləri təşkil edir. Strategiya xərcləri barədə məlumatlar layihə və icra sənədləşməsinə fərqli yanaşma əsasında daxil edilmiş, bu isə proqnoz və icra üzrə qiymətləndirmələrin aparılmasına təsir edir. Eyni zamanda strategiyanın bəzi fəaliyyət istiqamətləri üzrə işlərin görülməsi fonunda həmin istiqamətlər üzrə maliyyə tutumu əks etdirilməmişdir. Apardığımız təhlillər fiskal çərçivənin, büdcə qaydasının hər iki göstəricinin müəyyən edilmiş hədəflər çərçivəsində olduğunu göstərir. Hörmətli Azər müəllim hər iki nisbətin uyğun olduğu barədə öz çıxışında göstərdi. Demək istərdi ki, qaydaya riayət olunmaya müvafiq olaraq icmal büdcə xərclərinin proqnozdan az, icmal büdcənin qeyri-neft gəlirlərinin isə çox, eyni zamanda ümumi daxili məhsulun proqnozdan çox, dövlət borcunun məbləği isə nəzərdə tutulandan az olması böyük töhfə vermişdir. 2024-cü ildə layihə sənədlərinə verdiyimiz rəydə Hesablama Palatası tərəfindən 4 risk sadalanmışdır. Bunlar gəlir kimi ikinci dəfə tanınma, başa çatdırılmamış tikililərin azalmaması, xəzinədən kənar əməliyyatlarının artımı və dövlət borcuna xidmət xərclərinin artımı qeyd edilmişdir. Bunların hər birinin icra prosesində reallaşdığını, eyni zamanda ən azı 2025-ci ilin büdcəsi üzrə də aktuallığını qeyd etməliyəm. 2024-cü ildə təsdiq edilmiş proqnozla müqayisədə dövlət büdcəsinin gəlirlərini təmin edən əsas fiskal orqanlar, Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən proqnozlar artıqlaması ilə yerinə yetirilmişdir. Qeyd edim ki, proqnozların artıqlaması ilə yerinə yetirilmiş Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi daxil olmalar Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinin layihəsinə rəyində qeyd edilmiş fikirlər, potensial və risklərin olmaması özünü doğrultmuşdur. Qeyd edim ki, Dövlət Vergi Xidməti proqnozlarının artıq icrası dövlət büdcəsinə həm vergi borclarının, həm də artıq ödəmələrin artımı şəraitinə təmin olunmuşdur. Bu gəlir inzibatçı üzrə daxil olmaların proqnozunun üstələməsi, enerji resurslarının qiymətinin dövlət büdcəsinin tərtibi zamanı əsas göstərilmiş göstəricilərdən çox olması, eyni zamanda qeyri-neft qaz sektoru üzrə gəlirlərin artmasından təsirlənmişdir. Daxil olmaların çəkilən xərclərin nisbəti, ölçən və gəlir inzibatçılığın qiymətləndirməsini ehtiva edən göstəriciləri də təhlil etmişik. Təhlillər göstərir ki, dövlət vergi xidməti üzrə hər 1000 manat yığıma görə xərclərin məbləği əvvəlki illə müqayisədə nisbətən artmışdır. Lakin dövlət əsaslı vəsait qoyuşu nəzərə alınmadan bu göstərici İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin üçün müəyyən olmuş orta göstəricidən 1%-dən aşağıdır. Dövlət Gömrük Komitəsi üzrə də daxil olmaların proqnozu üstələnməsinə ithal həcminin baza senaryoda vermiş proqnozdan icra prosesində çox olması,
çox olması təsirini göstərmişdir. Təhlillər göstərir ki, Dövlət Gömrük Komitəsi üzrə də hər 1000 manat yığıma görə xərclərin məbləği əvvəlki illə müqayisədə nisbətən azalmışdır. Azalma təqribən 11% təşkil etmişdir. 2024-cü ildə dövlət büdcəsinin xərcləri 37,7 milyard manat məbləğində icra edilmişdir ki, bu 2023-cü ildə müqayisədə 3,4% çox, proqnozla müqayisədə 5,1% azdır. Hesabat ilinin xərclərində sosial yönümlü istiqamətlər, işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası, eləcə də müdafiə və milli təhlükəsizlik sahəsi xüsusi diqqətdə saxlanılmışdır. İcra edilməyən 2 milyard manat xərclərin əsas hissəsi Ümumi Dövlət Xidməti bölməsi, o cümlədən idarəetmə aparatı və Naxçıvan Muxtar Respublikası üzrə dotasiya məbləğinə qismən müdafiə sahəsinə aid olmuşdur. Təsdiq olmuş büdcə ayırmaları həddində edilmiş dəyişikliklərin həcmi əvvəlki illə müqayisədə azalmışdır. Hesab edirik ki, qanunvericilikdə təsbit edilmiş müvafiq dəyişikliklərə imkan verən maddələrə ötən illə müqayisədə daha az müraciət edilməsi hesabat ilində dövlət büdcəsinin icra faizinə də təsir etmişdir. Fiskal intizamın artırılması məqsədi ilə bloklanmış xərclərə limitlərin müəyyən edilməsi, büdcədə yer dəyişmələr üzrə meyarların hazırlanması büdcə intizamının yüksəlməsinə xidmət etmiş olar. Məlumatların təhlillə müəyyən edilmişdir ki, dövlət büdcəsinin icrasına daxil edilmiş dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad edilmiş ərazilərin bərpasına ayrılan, eləcə də subsidiya, məqsədli maliyyələşməyə və digər istiqamətli xərclərin bir qismi istifadəsiz qalmışdır. Hesab edirik ki, qurumlar tərəfindən müvafiq əməliyyatlar dövlət büdcəsi üzrə uçot və hesabatlıqda uyğunsuzluğa səbəb olur və makro göstəricilərin təhrif ola biləcəyinin ehtimalını artırır. Hörmətli millət vəkilləri, müstəqillik əldə etdikdən sonra gəlir vergisinin dövlət büdcəsində ən yüksək payı 1 milyard 839 milyon manat olması ötən ilə təsadüf edir. Fiziki şəxslərin gəlir vergisi üzrə daxil olmaların artması sosial göstərici kimi mühüm əhəmiyyət kəsb edir. Son 5 ildə intervalla həm dövlət büdcəsi, həm də əmək haqqı xərcləri demək olar ki, büdcə xərclərinin ümumi artımına uyğun templə getmişdir. Qeyd edək ki, dövlət büdcəsindən büdcədənkənar dövlət fondlarına birbaşa ayırmalarla yanaşı, əmək haqqı həcmi də bu fondların gəlirlərinə təsir edir. Belə ki, dövlət büdcəsindən əmək haqqı həcminin artması, büdcədə gəlir vergisi üzrə daxil olmalı artırmaqla bərabər, Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən Sığorta Fondu və İcbari Tibbi Sığorta Fondu kimi 3 sosial xarakterli büdcədənkənar dövlət fonduna ödənilən məbləğlərin də artmasına səbəb olmuşdur. Yəni, əmək haqqı artımı sosial rifah göstərici olmaqla yanaşı, həm də sosial xarakterli büdcədənkənar dövlət fondlarının əhəmiyyətli gəlir mənbəyidir. 2024-cü ildə bu 3 fonda dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqqıları hesabına 1 milyard 895,2 milyon manat vəsait yönəldilmişdir. Bu isə dövlət fondlarının gəlirlərinin büdcə sektorunda əmək haqqı səviyyəsindən asıllığını da göstərir. Yəni, büdcə sektorunda əmək haqqı üzrə artım sosial fondlara töhfə verir, əmək haqqı xərcləri sadəcə sosial göstərici deyil, həm də dövlət maliyyəsinin mühüm balanslaşdırıcı komponentidir. Hesabat ilində başa çatdırılması planlaşdırılmış layihələrin bəzilərinə nəzərdə tutulmuş vəsaitin digər prioritet layihələrə yönəldilməsi keçid layihələrinin artmasına şərait yaratmışdır. Büdcə zərfində dövlət əsaslı vəsait qoyuş xərclərində 2024-cü ildə 115 layihənin başa çatdırılması planlaşdırılmış, həmin layihələrdən cəmi 74-ü il ərzində başa çatdırılmış, 41-inin layihəsi növbəti ilə keçirilmişdir. Hesabat ilində dövlət əsaslı vəsait qoyuş xərclərinə keçid layihələrinin məbləğinin büdcə zərfinə nisbətdə, eləcə də əvvəlki illə müqayisədə azalması, yeni layihələrin maliyyələşməsinə üstünlük verildiyi qənaətinə gəlməyə əsas vermişdir. İşğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsünə daxil olan layihələrin icrasına əlavə olaraq dövlət büdcəsinin ehtiyat fondundan, dövlət əsaslı vəsait qoyuluşundan və dövlət büdcəsinin digər bölmələrindən də vəsait yönəldilmişdir. İllik hesabata əsasən bu məbləğ 5,3 milyard manat olmuşdur. Bizim apardığımız təhlillər digər xərc istiqamətlərinin də bu istiqamətə yönəldiyini və müvafiq məbləğin daha çox olduğunu deməyə imkan verir. Hesablama Palatası dövlət büdcəsinin cari, əsaslı və borca xidmətlə bağlı xərclərinin dövlət büdcəsinin icrası barədə illik hesabatda əks etdirildiyindən fərqləndiyi qənaətindədir.
Hesab edirik ki, cari xərclərin qeyri-neft gəlirlər hesabına təmin edilməsi ilə bağlı göstəricinin hökumət tərəfindən önə çıxarılması şəraitində xərc komponentinin təsnifləşməsi və hesablama metodologiyasına yenidən baxılmasını zəruri edir. 2024-cü ildə əhatə edən əksər dövlət proqramları hesabat ili üçün proqnoz və icra məbləğləri barədə məlumatlar sizlərə təqdim olmuş hesabatda göstərilsə də, nəzərdə tutulmuş tədbirlər üzrə əldə olmuş nəticələr barədə məlumatlar hesabatda əks etdirilməmişdir. Eyni zamanda təqdim olmuş sənəddə 2 dövlət proqramı üzrə xərclər barədə məlumat verilməmiş, 3 dövlət proqramı üzrə dövlət büdcəsinə vəsait nəzərdə tutulsa da vəsait icra edilməmişdir. Hesab edilir ki, dövlət proqramları üzrə məlumatlığın əks olunması və xərclərin proqramlıq səviyyəsi üzrə dəqiqləşmələr də aparılmalıdır. Dövlət büdcəsinin icrası barədə hesabatlara əsasən, hesabat ilinin sonuna dövlət büdcəsinin xərcləri üzrə yananan debitor borcların məbləği 5 milyard 991 milyon manat təşkil etmişdir ki, bu 2023-cü illə müqayisədə 35% çoxdur. İl sonuna debitor borcunun əvvəlki ilə nisbətən artımı, icra edilmiş xərclərin artımının 31,6% bənd üstələməklə 35% təşkil etmişdir. Ümumiyyətlə təhlillərimiz göstərir ki, debitor borcun bağlanması üzrə Maliyyə Nazirliyi tərəfindən inzibatçılıq tədbirləri gücləndirilmişdir. Hesab edirik ki, bu tədbirlər davam etdirilməlidir. 2024-cü ildə ölkə üzrə ümumilikdə 19.602 sayda 9 milyard 845 milyon manat məbləğində satınama baş tutmuşdur. Bu 2023-cü illə müqayisədə məbləğ baxımından 30,5%, say baxımından 57% çoxdur. Dövlət satın almaları əhatə edilmiş məbləğin artımına yeni qanunda satın alma predmetinin maliyyə vəsaiti hesabına əldə edilməsinin təsbit olunması və ehtimal olan qiymətin minimum məbləğin 5.000 manatdan aşağı olan şərti ortalama məbləği 2.758 manat və sayı 1.849 olan kiçik müqavilələr təsir etmişdir. Hesablama Palatasının apardığı təhlillər dövlət satın almaları sahəsində yeni qanunvericiliyin tətbiqinin bir sıra müsbət dəyişikliklərə töhfə verdiyini deməyə imkan yaradır. Qeyd olunan müsbət məqamlarla yanaşı tətbiq edilən yeni qanunvericilik aktının digər təsirləri də müşahidə edilmişdir. Belə ki, təhlillər yeni qanunvericilikdə bir sıra məsələlərin tənzimlənmədiyini, dövlət satın almalarından istisna edilə biləcək halların müvafiq hüquqi aktda təsbit edilmədiyini, müəyyən edilmiş əlavə prosedurların satın almaların keçirilməsinə çətinlik yaradığını göstərmişdir. Bu isə yeni qüvvəyə minmiş qanunvericiliyin təkmilləşməsini zərurətə çevirmişdir. Haşiyə çıxaraq bildirmək istəyirəm ki, hazırda tərəfimizdən bu istiqamətdə iş aparılır və yaxın günlərdə təkliflər paketimiz adiyyəti üzrə təqdim ediləcəkdir. Təqdim olmuş məlumatlara əsasən, dövlət sifarişi çərçivəsində publik hüquqi şəxslərə ayrılan vəsaitin məbləği 958,5 milyon manat təşkil etmiş və əvvəlki illə müqayisədə 2,2 dəfə çox olmuşdur. Məbləğin artımına institusional dəyişikliklər, yəni yeni publik hüquqi şəxslərin yaradılması təsir etmişdir. Dövlət sifarişi ilə yanaşı, dövlət büdcəsinin ayrı-ayrı istiqamətləri üzrə ümumilikdə təxminən 9 milyard manatdan çox vəsait publik hüquqi şəxslər tərəfindən icra edilmişdir. Qeyd edək ki, bu məbləğə dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olmuş ərazilərin yenidən qurulması və bərpası, ehtiyat fondlar, dövlət sifarişi ilə bağlı olmayan digər istiqamətlərin xərcləri də daxil edilmişdir. Publik hüquqi şəxslər üzrə sifariş mexanizmlərinin təkmilləşməsi, o cümlədən vəsaitlərin icrasının xəzinədarlıq müşahidə ilə həyata keçirilməsinin zərurətini bir daha bildiririk. Bununla bərabər hesabat ilində təxminən 800 milyon manata yaxın büdcə krediti verilmiş, 500 milyon manatdan yuxarı dövlət subsidiyası və subsidiyalar verilmişdir. Hesab edirik ki, büdcə mexanizmlərinin təfsilatlı tənzimləyə imkan verən qaydaların prosedur və meyarları özündə əks etdirən tənzimləmələrin də hazırlanması maliyyə nəzarəti baxımından çox əhəmiyyətlidir. 2024-cü ildə büdcə kəsiri 3,4 milyard manat məbləğində təsdiq edilmiş, yuxarı həddə qarşı 551,8 milyon manat olmuşdur. 1 milyard 776,6 milyon manat artıq cəlb edilmiş vəsait dövlət büdcəsinin sərbəst qalığına yönəldilmişdir. Qalığın artımı vəsaitlərin idarə edilməsi üzrə yeni yanaşmaları, o cümlədən vəsaitlərin və dövlət borcunun idarə edilməsi üzrə kompleks fəaliyyəti də labüd edir. Hesabat ili üçün təsdiq edilmiş dövlət borclanmasının yuxarı həddinə hər üç komponent üzrə əməl edilmişdir.
Hesabat dövrü ərzində bu komponentlər daxili dövlət borclanması üzrə 62,2%, xarici dövlət borclanması üzrə 22,8% və dövlət zəmanəti üzrə 66,8% olmaqla nəzərdə tutulan müvafiq limitlər çərçivəsində əməliyyatlar həyata keçirilmişdir. Hesabat dövrü ərzində dövlət borcunun strukturunda daxili dövlət borcunun payı ötən illə müvafiq dövründə 9,1% artaraq 68,2%-ə bərabər olmuşdur. Hesabat ili ərzində birbaşa xarici dövlət borcunun həcmində azalma müşahidə edilmişdir. Azalmanın səbəbi il ərzində kreditorlara geri ödənilmiş əsas borc ödənişlərinin həcminin yeni cəlb edilmiş kredit vəsaitlərindən artıq olması səbəb olmuşdur. İl ərzində birbaşa xarici dövlət borcu üzrə imzalanmış xarici borc müqavilələri əsasında faktiki olaraq cəmi 101 milyon manat dəyərində vəsait cəlb edilmişdir. Lakin həmin dövr ərzində bu vəsaitin 13,6 dəfə çox həcmdə əsas borc öhdəlikləri kreditorlara qaytarılmışdır. Hesabat ili ərzində Azərbaycan hökuməti tərəfindən dəyişkən faiz dərəcəsi üzrə 228 milyon dollar ekvivalentində 2 kredit müqaviləsi imzalanmışdır. Xarici borcun həcmi azalsa da, dəyişkən faiz dərəcələrinin payı 2023-cü ildə 43,1%-dən 49,3%-ə yüksəlmişdir. Hörmətli millət vəkilləri, araşdırmalarımızın və təhlillərimizin nəticələrini ümumiləşdirərək, Hesablama Palatası belə qənaətə gəlir ki, Milli Məclisə təqdim edilmiş Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi və 2024-cü ilin dövlət büdcəsinin icrasına dair illik hesabat qanunvericiliyinin müvafiq tələblərinə uyğun hazırlanmış və təqdim olunmuşdur. Diqqətinizə görə təşəkkür edirəm.